Əziz izləyicilərimiz, əziz tələbələrimiz, əziz valideynlərimiz, əziz tamaşaçılarımız. Mən Vüsal Kəlbəcəri, Çağdaş Təhsil Komandasının rəhbəri. Bu günlərim Azərbaycanımızın çox gözəl bölgəsi olan biz Oğuz rayonundayıq. Oğuz rayonunda çoxlu sayda mən dəfələrlə gözəl çəkilişlər eləmişəm. Şagirdlər, tələbələr, müəllimlərlə bağlı. Bugünkü gündə sizə təqdim edəcəyim müəllimlərdən biri də həyatının 40 ilini təhsilə fəda vermiş müəllimlərdir. Və buyurun, özünü təqdim edin müəllim, adınız, soyadınız? Rəsulov Rasim, Rəsulov. Çox gözəl, Rasim müəllim. Neçə il təhsil sahəsində çalışmışsınız Rasim müəllim? Təxminən 45 ildən çox. 45 il. Hansıdan tədris eləmişsiniz? Fiziki tərbiyə. Çox gözəl. Fiziki tərbiyə, hörmətli izləyicilərimiz, bilirsiniz ki, hamımız şagird olmuşuq. Məktəbdə ən çox sevdiyimiz fən bədən tərbiyədir. Futbol oynamaq, voleybol oynamaq, idmanda, sağlamlıq və fiziki tərbiyə zəif olan məktəblər görürsünüz, çox heç hərbi Naxçıvan akademiyada qəbul ola bilirlər, polis akademiyasına qəbul ola bilirlər. Amma fiziki tərbiyə güclü olan məktəblərdə hər zaman polis akademiyasına qəbul olur, hərbi akademiyada qəbul daha çox olur və bədən tərbiyə, fiziki tərbiyə idman akademiyasında qəbul çox olur. Müəllim haqqında biz maraqlamışıq. Qabaqcıl müəllim, nümunə müəllim, işini sevən, peşəsini sevən və həm də ki, ondan əlavə şagirdləri vətənimizi sevməyə, bayrağımızı sevməyə hər zaman təbliğ edən müəllimlərdən biridir. Və o cümlədən keçdik anamıza. Anam, sizin adınız nədir? Mustafa Əvəzləndirəm Mürvət. Ziyem xanım, çox gözəl. Siz hansı fən tədris edirsiniz? Mən rus dili. Rus dili, çox gözəl. Yəni dövrümüzün indiki kimi, necə ki ingilis dili bu günlərin Lordu da deyək də, modda olan bir fəndir, dildir. O vaxtda dövrdə, SSR dövründə Rus dili ikinci bir dil kimi gözəl təbliğ olunur, dövlət dili kimi elan olunubdur. Ona görə də Rus dili fəninə daha çox maraq olduğuna görə müəllimə də Rus dili müəllimi kimi olubdur. Və illərlə, neçə il müəllim işləmişsiniz? Təqribən mən də elə 45 il. 45 il. Müəllim, bax, işləriniz dövrdə biz sizin hər kəs haqqında maraqlanmışıq. Sizin yüzlərlə yetirmələriniz var, tələbələriniz var. O cümlədən də sizin yetirmələriniz müxtəlif hərbidə, polisdə, səhiyyədə və sizlə çiyin-çiyinə işləyən müəllimlər də var, sizin tələbələrinizdə. Bax, sizin bu çəkilişimiz vasitəsində bu günlərin 2 iyul tarixidir. Nə arzuluyorsunuz? Nə deyə bilərsiniz? Nə deyə bilərsiniz? Şagirdlərinizə, tələbələrinizə nə deyə bilərsiniz? Ürək sözləri nə deyə bilərsiniz? Mənim belə ürək sözüm odur ki, arzum odur ki, Azərbaycan təhsil daha yüksək olsun. Amin. Mənim kəndimin, ümumiyyətlə bütün Azərbaycan xalqının yaxşı, savadlı, gələcəyi, parlaq evlatları bütün dünyada səslənsin. Amin. Amin. Həmişə bayraqlar olsun. Amin. Adları çəkilən uğurlar səslənsin. Təşəkkür ederim. Allah onlara kömək olsun. Təşəkkür ederim. Siz nə arzuluyorsunuz? Nələrinize? Mən də onlara uğurlar arzulayıram, sağlamlıq arzulayıram, Ən əsas sağ olun. işlərindən müvəffəqiyyətlər arzulayıram. Bəli. Biz də sizə sağ ol deyirik, dərin təşəkkür edirik. Çağdaş Təhsil Komandası olaraq sizə uğurlar diləyir. Bəli, mənim də arzumdur ki, müəllimin inşallah nəvələri, nəticələri müəllim ki, vətənimizin dəyərli vətəndaşları olsun. Çox sağ olun, Təşəkkür ederim. var olun. Sağ olun.